Salamlayıram hər kəsi. Bugün mən sizə onurğa xəstəliklərinin atlası kitabından onurğa osteoporozu bölməsindən bəhs edəcəm. Onurğa osteoporozu bölməsində siz onurğada baş verən osteoporoz prosesləri ilə tanış olacaqsınız. Həmçinin burada dünya alimlərinin osteoporoza olan fikirləri, osteoporozun gedişatı haqqında məlumat alacaqsınız. 40 yaşdan sonra sümük hüceyrəsinin dağılması ilə yaranması arasında balans pozulur. Bu isə qadınlarda kişilərə nisbətən daha sürətli baş verir. Çünki qadınlarda fizioloji proseslər fərqli olduğuna görə osteoporozda da sürətlənmə gedə bilir. Osteoporozun birinci mərhələsi osteopeniya, ikinci mərhələ osteoporoz, üçüncü mərhələ sümük sınma riskidir. Adətən osteoporozlu xəstələrdə bud oynağının, başının, körpücüyün, qabırğaların sınığı, fəqərələrin sınığı səbəbsiz şəkildə baş verir. Siz bu kitabda həmin qəlpəli sınıqları, həmin fəqərələrin qeyri-sabit sınıqlarını, alimlərin fikirləri, osteoporoz haqqında fikirləri və osteoporoz üçün olan müalicəvi idman hərəkətlərini görəcəksiniz.